Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə və mətbuat vasitəsilə yayılan çağırışlara baxmayaraq, hələ də bəzi piyadalar yol hərəkəti qaydalarına etinasız yanaşır, müəyyən olunmayan yerlərdən keçərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar. Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı hərəkət iştirakçılarına müraciət edib. Bildirilib ki, yolun hərəkət hissəsinə qəfil çıxmaq, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgün qiymətləndirməmək, yaxın məsafədən yolu keçməyə cəhd göstərmək çox zaman faciəvi nəticələrə gətirib çıxarır. Unutmaq olmaz ki, sürücü üçün hər an dayanmaq mümkün deyil və piyada məsafəni səhv hesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur. Bəzi hallarda piyadalar yaxınlıqda yerləşən piyada keçidinə bir neçə addımlıq məsafə olsa da qaydanı pozaraq yolun istənilən yerindən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm də həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri üçün əlavə təhlükə yaradır deyə müraciətdə vurğulanıb. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına müraciət edərək xatırladır ki, piyada yolun hərəkət hissəsinə yalnız bu məqsədlə nəzərdə tutulmuş keçidlərdən daxil olmalı, işıqforla tənzimlənən yerlərdə siqnalların tələbinə əməl etməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı və avtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkət etməlidir. Buradan keçid yeri. Bilirəm. Profesional sidə bilərik məsləhətçi. Qabaqda özünüz bilməlisiniz ki, bura keçid deyil axı. Bura sizin də həyatı təhlükə atır. Digər hərəkət işləmə həyatı təhlükə atır. Hadisə baş verər, hadisə son qoya bilər. Mən çok qayda qoyur. Var başqa bizdən. Var. Zəhmət olmaz. Maşın rayından gəlmişəm, vaxta varsa keçmək istəyirəm. Elə yerdə düşüb. Raylarda heç vaxt qapını tədbir olmaz. Buradan keçmək olmaz. Baxın keçid yoxdur. Burada yeraltı keçid var. Yaxınlaşıb oradan istifadə edə bilərsiniz. Həyatınızı təhlükəyə atır sizə.